Anamın evinə gəldim və bir həftədən sonra deyirəm ki, bəs mama, mən evimə getmək istəyirəm. Evim var da, orada evim eşiyim var, qalıb orada, balalarım var, 2 balam gözlür məni. Və zəng edirəm ki, bəs baldızım girdilər, qaynanama zəng edirəm ki, və gəlmək istəyirəm də, evimə sağ almışam. Dedi, gəlmə, qardaşım deyir, evlənib. Sadəcə burada yerin yoxdur da, evlənib. Onun uşaqları da... Artıq sən boşanmadan kəbindən, Zaqstan üstünə arvad gətirib. Üstünə arvad gətirib. Özü əmi dostum da bizdəydi, Allah şahid əmi dostumdur da. Əmi dostu yəni əmin arvadı. O da oradaydı. Dedi ki, bu nətər sözdür ki, bu yazıq, nağarsan ki, dərman içimidir, bədbəxt olub da bu yazıq. Öz balalarının evinə gəlməsin, bu öz evinə gəlməli də bu yazıq. Daha da yox, gəlməsin, arvad gətirir, onun bunun yeri yoxdur bura gəlməyə. Hara geçsin də. Mən də elə qaldım atam gəldə, o vaxtdan qaldım. Anam bir həftədən sonra, bir yarım aydan sonra anam rəhmətə getdi də. Ananın rəhmətə getmənin səbəbi nə oldu? Birinci həyat yoldaşınız? Elə bir ki, uğraş gəlib. Birinci həyat yoldaşınız da? Bədə. Birinci həyat yoldaşımla bir gəlib, anam mənə danışdı. Onun adı nə idi? Vahid. Vahidlə bir gəlib, uşağı uğramağa. Şəbnəmin. Mən də işə getmişəm. Xəbərim yox idi. Gəldi ki, Şəbnəmin... Sən burada işləyirdin, nə işində işləyirdin? Belə spikerçilikdə, mağazinizada spikerçilik edirdim ki, biraz pul qazanım ki, balamı, anamı saxlayayım. Vəziyyət pis idi də, çox çətin vəziyyət düşmüşdüm onda. Siz dediyinizə görə parklarda da tum qovurur satılır. Spikerçilik eləmişəm, tum qoyurdum, satırdım ki, balama çörək pulu eləyim. Ev kiraya çatıra bilmirdim mən. Çox bəzdim, ağırımda, xəstədən tərəf çıxmışdım. Köməyim yox idi mənim. Nəysə, anam rəhmətə gələndən sonra balaca qızımı oğlayandan sonra anam qəflətən rəhmətə getdi də, elə bir başına qan sızdı. Dözə bilmədi. Biraz kişidən sonra belə çox çətinliyə düşdüm. Gördüm ki, balamı saxlayan yoxdur. Getdim atasına dedim ki, bəs sən vəzli yaxşıdır, məndə yaxşı pulum var da. Mən bu uşağı verirəm, sən də Şəbnəm qızımı da, sən biraz saxla. Mən işə girənə qədər, yaxşı işə qədər, balamı yenə qaytarasan da, mən də yaxşı. O birisi balalarını görə bilirdi. Qoymurdu, yox, mənə qoymurdu. Yox, deyir ki, ana deyir, uşaq deyir, bir dənə anada tərbiyə görəcək. Mən səni nə edirəm ki, daha arvadım var da. Məni bu sözlə deyəndən sonra, mənə belə pis sözlə danışından sonra, mən uşaqları görmək istəyirdim, amma uşaqları görə bilmirdim. Təzə arvad çıxıldı qabağıma. Mənə belə pis sözə danışır. Dedim, mən yaxşıyam, sən pis olmuşsan, uşaqlara ana olmamışsan. Sən gedirdin uşaqlarını görməyə, sən çörək atırdın. Mənə qovurdular, daşdırdılar məni o işlədiyi yerdə. Mən də təzdən gəlirdim ki, məsələn, mən bir dənə balanı mənə versin, qaytarsınlar. Deyir, yox, vermir. Qaytarmadı, üçüncünü də atdı. Aldılar məndə uşağımı da. Hətta sənə daş əvəzinə çörəyi də atırdılar. Allahdan gələn o bərəkəti. Dedim ki, bərəkəti atmaq günahdır. Dedi ki, yox, ataram, dedi, daşlayacağım səni, dedi. Daşdı, götürdü, mən vurandı, qaçdım da mən. Bütün cəmaatı mənə baxırdı həmin vaxtda da. O cəmaat hamısı işləyirdi, oradan baxırdılar.